Salam uşaqlar, kanalıma xoş gəlmisiniz. Deməli, bugünkü sualımız adi və onlu kəsirlərlə bağlıdır. Belə bir sual verib bizə. Deməli, A-nın neçə qiymətində 0,2 dövrdə A üstə gəlinsin 0,10 A dövrdə 3 ifadəsinin qiyməti düzgün kəsir olar. A rəqəm olduğunu bildirir. Yəni A hər hansı bir ədəd deyil, rəqəm yazılmalıdır A-nın yerində. Həllinə keçək misalımızın. Demək, verilən ifadəni aşağıda qeyd edək özümüz üçün. 0,2 dövrdə A üstə gəlsin 0,10 A dövrdə 3. Bunu qeyd etdik. İndi isə verilmiş ifadəmizdəki onlu kəsirlər bilirik ki, qarışıq dövrü o onlu kəsir şəklində verilmişdir. Gəlin digər tərəfdə mən sizin üçün bunun adi kəsir şəklində yazılış qaydasını yazım. Deməli, əgər qarışıq dövrü onlu kəsir şəklində verilərsə, bunu adi kəsirə çevirərkən təkrarlanan dövrlərin sayı qədər 9, təkrarlanmayanların sayı qədər 0 yazılır və sürətdə ədəd özü bütöv yazılır, yəni 2A kimi yazırıq və bu ədəddir. Ədəd olduğu üçün üzərinə xətt çəkirik. Çıxılsın. Çöldə qalan ədəd rəqəm nədir? 2. Və yaxud da ədəd ola bilərdi həmin yerdə. Onu qeyd edirik. Bu olduğu kimi qalır belə. İndi isə digər hissəni yazırıq. 0-dan A dövrdə 3 bərabərdir. Yenə həmçinin təkrarlanan sayı qədər 9, təkrarlanmayanların sayı qədər 0 yazılır. Ədəd özü bütöv sürətdə yazılır və çıxılsın çöldəki rəqəm nədir? 3. A. Bağışlayın. A yazırıq. Bu da olduğu kimi qalır. İndi isə bu yazdıqlarımızı aparıb burada ifadəmizdə yerinə yazırıq. Deməli, bərabərdir 2A çıxılsın 2 bölünsün 90. Üstə gəlinsin. İfadəmizi aparıb yenə yerində yazırıq. 3 çıxılsın A bölünsün 90. Bərabərdir. Və görürük ki, bunlar ortaq məxrəcdə eyni məxrəcdədir. Düzdür? 90-90. Ortaq məxrəc kimi 90 yazırıq və bunu bir sürətdə yazırıq. 2A çıxılsın 2, üstə gəlsin A 3, çıxılsın A. Aydındır? Bərabərdir. Gəlin bu 2A-nı və A3-ü açaq. Deməli, 2A 20 üstə gəlsin A kimi yazılır. Çıxılsın. Çünki bu onluğun yerində durub. 2 vurulsun 10 kimi yazılır. Əgər belə deyim sizə, AB yazılardısa, 10A üstə gəlsin B yazırıq. Həmin formadır. Sadəcə burada əvvəldə 2 verilib deyə, onluqda 2 var da. Onu 20 üstə gəlsin A kimi yazırıq. Aydındır. Çıxılsın. Üstə gəlsin A. Çıxılsın. Burada nə var? 2. Biz bu ifadədir. Asılışıdır. 2-ni unutmuruq. Üstə gəlinsin. A3 də həmçinin olur 10A. Üstə gəlinsin 3. Bu da bunun asılışı olduğu üçün yazırıq. Bərabər. Çıxılsın A. Bölünsün 90. Aydındır. İndi isə bərabər yazırıq. 20 üstə gəlsin A. Çıxılsın 2 vurulsun 2. Üstə gəlsin 10A. Üstə gəlsin 3. Çıxılsın A. Bölünsün 90. Bərabərdir. 22 və 3. 3-dən 2 çıxdıq 1. 20 üstə 1, 21. A var, 10A var və F var. Mənfi A. Bunlar bir-birini apardı. Qaldı nə? Müsbət 10A. Bölünsün 90. Bura qədər aydındır. İndi gedək şərtimizi bir daha oxuyaq. A-nın neçə qiymətində, yəni A-nın yerinə neçə qiymət yazsaq, yazacağımız qiymətlərin sayını soruşur. Bu ifadəmizin qiyməti düzgün kəsir olar. İfadəmizin düzgün kəsir olması o deməkdir ki, sürətdə alınan ifadəmiz məxrəcdə alınan ifadədən kiçik olmalıdır. Bunu gəlin yerinə ədəd qoymaqla yazaq. Məsələn, A-ya 1 verək. 21 üstə gəlsin 10 vurulsun 1 bölünsün 90. Həqiqətən də 21 üstünə 10 gəldikdə böldükdə 90-a 31 bölünsün 90. Düzgün kəsir verir? Verir. 2 qoyaq yerinə. 21 üstə gəlsin 10 vurulsun 2 bölünsün 90.
21 üstə gəlsin. 2 10 neçə etdi? 20 bölünsün 90. Neçə etdi? 41 bölünsün neçəyə? 90. Yenə düzgün kəsir verdi? Verdi. 3 qoyaq. 21 üstə gəlsin. 10 vurulsun 3 bölünsün 90. Bərabərdir. 21 üstünə gəlsin 30 bölünsün 90. 51 bölünsün 90. A-nın yerinə 4 qoyaq. 21 üstə gəlsin. 10 vurulsun 4 bölünsün 90. Bərabərdir. 21 üstə gəlsin 40 bölünsün 90. 61 bölünsün 90. A-nın yerinə 5 qoyaq. 21 üstə gəlsin. 10 vurulsun 5 bölünsün 90. Bərabərdir. 21 üstə gəlsin 50 bölünsün 90. 71 bölünsün 90 edir. Sonra 6 qoyaq. 21 üstə gəlsin 10 vurulsun 6 bölünsün 90. Bərabərdir. 90'da 21 üstə 60 neçədir? 81 bölünsün 90. Gəlin 7 qoyaq. 21 üstə gəlsin 10 vurulsun 7 bölünsün 90. Bərabərdir. Bu 21 üstə gəlsin 70 eləyir. Və 90'a böldükdə artıq bu 91 bölünsün 90 olur. Bu düzgün olmayandır. Düzgün olmayan kəsir. Çünki sürəti məxrəcindən böyükdür. Və biz bu qiyməti götürə bilmərik. Aydındır. Bizdə A-nın neçə qiymətində soruşur. A-nın neçə natural qiymətində demir ki, gəlin sizinlə 0 da yoxlayaq. Burada məsələn yazaq. A bərabərdir 0 olarsa, 21'in üzərinə gəlirik. 10 vurulsun 0 bölünsün 90'a. Bərabərdir. Bunu əlavə kimi yazdıq, qeyd edirik. Demək 21 üzərinə gəlinsin 0 bölünsün 90. 21 bölünsün 90. Demək bu da düzgün kəsir yaradır. Və bizim 1 qiymətimiz, 2 qiymətimiz, 3, 4, 5, 6, 7. Neçə qiymətində dediyi üçün yazırıq ki, cavab olaraq 7 qiymətində 7 dənə yəni qiymət var ki, 1, 2, 3, 4, 5, 6. Bu qiymətləri və 0 qiymətləri bu A-nın yerinə yazdıqda kəsirimiz düzgün kəsir verəcək. Qiymətində ifadənin qiyməti düzgün kəsir olar. Əgər sualda hardasa qaranlıq qalan yer olarsa, buyurub sual verə bilərsiniz. Cavablandırmağa hazıram.